Hörmətli həmkarlar, indi isə növbəti panelimizə gündəlik ödənişlərin yenidən kəşfi, ani, əhatəli və ağıllı ödəniş ekosistemi mövzusuna keçid alırıq. Bu paneldə biz gündəlik ödəniş sistemlərinin gələcəyini formalaşdıran yeni texnoloji həllərdən, ani ödəniş infrastrukturundan, inklüziv maliyyə xidmətlərindən və ağıllı, intellektual ödəniş modellərindən danışacağıq. Moderator Günay Əskərova, PwC Azərbaycan Direktor SC lideri. Günay xanım, buyurun. Günay xanımı alqışlarla dəvət edək. Və digər spikerləri də dəvət edə bilərsiniz. I will continue my speech in English. So first of all, it is my pleasure to welcome you on the fifth panel, where we will explore one of the dynamic transformation areas in the financial sector, the evolution of payments towards being more inclusive, intelligent, and instant. And everyday payments are no longer simply transactions, and it has turned from being something as a supporting function to one of the drivers of innovation nowadays, competitiveness and financial inclusion. And with all these innovations, at the same time, responsibilities arise, and among them is this robust governance. Also, unlocking data-driven intelligent payments requires a special focus on cybersecurity, compliance, and customer protection. And we, as PwC globally, we also support markets from strategy to target operating models, from technology transformation and risk frameworks perspective. And today on the panel, we bring our experts. I would like to invite one by one, Emil Arjayev from Central Bank. Özgür Bey from Finexus. Vügar Bey from Morpara. Siz panele katılmıyorsunuz. Okey, siz... Mr. Andrew from Akurateco, and Rüstem Bey from International Bank of Azerbaijan. Thanks a lot for joining the panel. Emil Bey, I would like to first start with you. If you could debrief us on the how payments and ASQR are shaping the future of payments in Azerbaijan. And colleagues, please continue your speech either in Azerbaijani or English as convenient. Thank you. Hörmətli forum iştirakçıları, hər birinizi salamlayıram. Bugün mən ani ödənişlər sistemi və ASQR sistemi standartı haqqında məlumat paylaşmaq istəyərdim. Ümumiyyətlə, ani ödənişlər sistemlərindən başlasaq, maraqlıdır ki, iOS üzrə hansı ödənişlər növlərini dəstəkləyir
Və ilk öncə artıq bildirmək olar ki, iOS ancaq şəxsdən şəxsə köçürmələr deyil, hansı ki görürsünüz P2P köçürmələr və naqdlaşdırma əməliyyatları. Artıq ondan əlavə hökumət ödənişlərində keçidə şamil olub. Biznes köçürmələri üzrə iOS üzərində olan trafik də artır. Kommunal və büdcə ödənişlər və C2B nöqtələrində satış nöqtələrində C2B əməliyyatlarının icrası. C2B əməliyyatlar növbəti slaydlarda da danışacağıq. C2B əməliyyatlar innovativ QR ödənişlərlə sıx əlaqədədir. Çünki orada adətən ASQR standartı istifadə olunacaq. Okey, ani ödənişlər sistemi haqqında danışmışıq. Bəs ASQR nədir? ASQR ilk öncə 2021-ci ildə metodoloji rəhbərliyi kimi başlanılmışdı, amma hal-hazırda 2025-ci ildə artıq tələblər formatına keçidi müzakirə olunur. ASQR MVCO beynəlxalq standartlarına uyğun olan vahid ölkə QR standartıdır. Əsas istiqamətlərimizdən də elə odur ki, bütün fintech və bank sektorunda olan mobil tətbiqlər və internet banking tətbiqləri dəstəkləsin həmin ASQR standartını. ASQR-ın bir əsas üstünlüyüdən də ani ödənişlərin üzərindən icra olunmasıdır, hansı ki imkan yaradır ki, artıq satıcı anında öz vəsaitini ala bilsin. ASQR çox funksionallıqdır, çox funksionallığı var. MVCO spesifikasiyadakı kimi consumer presented var, müştəri tərəfindən təqdim olunan QR kodlar, bir də var satıcı tərəfindən, subyekt tərəfindən təqdim olunan QR kodlar, onların dinamik növləri, onların statik növləri, hamısını ASQR dəstəkləyir. İstifadə ssenariləri müxtəlifdir. Ekranda gördüyünüz kimi bu e-commerce əməliyyatında QR ödənişi ola bilər, bu e-qaymə üzərində olan QR ödənişi ola bilər, bu post terminalda olan QR ödənişi ola bilər, bu taksidə, nəqliyyatda istifadə olunan QR ödənişlər ola bilər. Əlavə olaraq da bildirmək istəyərdik ki, QR istiqamətində çox vacib rolu müştəri təcrübəsi oynayır. Çünki Apple Pay, Google Pay ilə biraz competition var, rəqabətlilik var, hansı daha rahatdır istifadə etmək üçün. Bu səbəbdən də artıq bəzi banklar bizdə də QR widgetləri yaratmağa başlayıblar, hansıları ki lock screen-ə yerləşdirib artıq bir kliklə QR ödənişi səhifəsinə keçə bilərlər. Subyekt tərəfindən generasiya edilən statik QR, bu ilk növdə hansından ki danışmaq istəyərdik. Burada əsas məsələ nədir? Satıcı tərəfindən QR çap olunur və stiker formatında yerləşdirilə bilər öz satış nöqtəsində. QR kod sabitdir. QR kodun içərisində ancaq satıcının hesab və ya ELIS istifadə olunursa, ELIS məlumatları ehtiva edir. Bir də daha çox kiçik biznes və mikro satıcılar üçün idealdır. Misal üçün bazarda və digər kiçik subyektlərdə. Burada proses necə gedir? Müştəri yaxınlaşır mağazaya, hansısa subyektə. Həmin subyektdə QR kodu görür və QR kodunu artıq öz istədiyi mobil bank tətbiqindən ya istədiyi öz fintech tətbiqindən skan edərək davam edir prosesi. Burada artıq müştərinin istifadə etdiyi mobil bankçılığın bankı sorğunu göndərir iOS sisteminə və onun üzərindən icra edir. Statik QR-la yanaşı əlavə tələblər də var, hansı ki vizual görünüş tələbləridir. Ekranda da gördüyünüz kimi digər ölkələrdə də bu praktika istifadə olunur və bizdə də misal üçün orada əsas hissələr var, hansı ki subyektin adıdır, ASQR-ın loqosudur, ani ödənişin sisteminin loqosudur və ONAS əməliyyatları icra edən bankların loqoları. Növbəti növ subyekt tərəfindən təqdim edilən dinamik QR-lardır. Bunlar satıcı tərəfindən avtomatik olaraq yaranır. Post terminallarda, impostlarda ya da ki e-commerce-da. Ödəniş məbləğini artıq müştəri özü daxil etmir. Bu artıq QR-dan məlumat gəlir, hansı ki prosesi daha sürətləndirir və ən uyğun sahələrdə elə supermarketlərdə, restoranlarda e-commerce-yadır. Üçüncü model çox maraqlı modeldir. Ödəyici tərəfindən generasiya edilən QR. Burada əsas fərq ondan ibarətdir ki,
artıq QR kodu subyekt tərəfində generasiya olunmur. QR kod müştəri tərəfində generasiya olunur və subyekt tərəf artıq həmin QR kodu skan edərək öz Acquire Bank üzərindən iOS-a müraciət eləyir. Bu daha çox hal-hazırda Bakı kart ödənişlərinə oxşuyur. Harada ki biz birinci QR-ı yaradırıq, sonra skan etdiririk və ödəniş keçir. Satıcılar üçün fayda, əsas yəqin ki, statik QR-lardan danışsaq aşağı əməliyyat xərcləridir. Çünki postlara və əlavə komissiyalara ehtiyac qalmayacaq. Ani köçürmələrdir, artıq subyekt öz vəsaitini anında ala biləcək, şəffaflığın təmin edilməsidir və satışların artmasıdır. Təşəkkür edirəm. Emir bəy, çox sağ olun. İndi sözü mən Özgür bəyə vermək istərdim. Özgür bəy, if you could highlight and provide your insights into the seamless real-time and compatible cross-border payments. The floor is yours. Thank you. Değerli katılımcılar, International Banking Forum 2025'te sizlerle buluştuğumuz için yine her sene olduğu gibi aslında çok mutluyuz. Bugün sizlerle sınır ötesi ödemelerde gerçek zamanlı, kesintisiz, uyumlu bir yapının neden kritik hale geldiğini konuşuyor olacağız. Ve Phoenix olarak da aslında bu konu hakkında sizlere nasıl yardımcı olabiliriz onlardan bahsediyor olacağım. Burada gördüğünüz gibi aslında geleneksel sınır ötesi ödemeler karmaşık aracı bankalar zinciriyle yürütülüyor ve bu herkes tarafından biliniyor. Bu durum sürenin uzaması, maliyetlerin artması, şeffaflığın eksikliğine yol açıyor. Her ülkenin farklı standart ve düzenlemeleri var bu konu hakkında. Ve bu düzenlemelerle birlikte aslında uyumsuzluğun da arttığını söyleyebiliriz. Seamless, kesintisiz yapı aslında ondan bahsediyoruz. Tüm sürecin tek platformdan ve kesintisiz yürütülmesini sağlıyor. Real time yapı dediğimiz aslında ödemelerin saniyeler içinde tamamlanmasını mümkün kılıyor. Ve son olarak baktığımızda aslında compatible diyoruz. Yani uyumlu sistemler. ISO 20022 gibi ortak diller sayesinde aslında bu son dönemde tüm ülkeler arası bir standarda erişmiş olacak. Ve biz de bunu takip edip tüm uygulamalarımızda bu standardı uygulamaya çalışıyoruz. Aslında pazarın en önemli trendlerinden biri de ISO 20022'nin yaygınlaştırılması olduğunu söyleyebiliriz. Burada gerçek zamanlı ödeme ağları her geçen gün daha fazla ülkede devreye girdiğini söyleyebilirim. Bu da Azerbaycan bu ülkelerden bir tanesi. Bildiğiniz gibi 22 Kasım 2025 günü yine SWIFT belli mesaj tiplerini, MT mesaj tiplerini devreden kaldırıyor ve MX mesaj tiplerini devreye alıyor. Bu bir süreç. Burada regülatörlerin şeffaflığı ve izlenilebilirliği zorunlu hale getirildiğini söyleyelim. Tüm bunlar API tabanlı yerli bulut yapılarıyla da aslında teşvik sağladığını hepimiz biliyoruz. Bu dönüşümle bankalar aslında maliyetlerini azaltıp müşteri memnuniyetini artırmaya ve yeni gelir alanları yarattığını da söyleyebiliriz. Burada gerçek zamanlı ve uyumlu yapılar sayesinde kurumlar rekabet avantajı da sağlıyor. Bu sisteme ne kadar hızlı entegre olabilirseniz o kadar avantajlı olduğunuzu söyleyebilirim. Yine bu dönüşümle aslında likidite ve entegrasyon riskleri de önem kazanıyor. Çünkü eski sistemlerle yeni sistemlere entegre etmeye çalışıyorsunuz. Aynı zamanda da regülasyona da uyumlu hale gelmeye çalışıyorsunuz. Burada dolandırıcılığın önlenmesi artık daha da kritik hale geliyor. Ve bu standartlara uyumlu hale gelebilmeniz için de elinizdeki materyalleri
güçlendirmeniz gerekiyor. Gerçek zamanlı sistemlere geçiş bir yolculuk aslında baktığınızda. Mevcut altyapınızı analiz etmek, ISO 20022 ve API yetkinliklerini kazanmak, yine likiditeyi optimize etmek, gözetim ve analitiği entegre etmek bu yolculuğun en temel faktörlerinden bir tanesi. Biz Finexus olarak PGT Maestro ürünümüzle aslında sınır ötesi ödemelerde yeni bir standart yaratıyoruz. Burada bankaları aslında tüm ödeme süreçlerinde tam şeffaflık sağladığımızı söyleyebilirim. Tüm dünya bir standarda geçiyor, ISO 20022 standardına geçiyor ve burada bu yapıyı kolay, esnek ve sorumsuz bir şekilde bağlanmanızı istiyor. Tüm bu detayları aslında size sunduğumuz ürünleri ve bu geçişi nasıl kolay bir şekilde yapabileceğinizi anlatacağımız sizleri standımıza davet edebilirim. Bu konuda da detaylı bir şekilde görüşerek sunduğumuz ürünlerden bahsedebiliriz. Yine bu sene burada olmaktan mutluluk duyuyoruz. Dinlediğiniz için teşekkür ederim. Teşekkürler, çok sağ olun Özgün Bey. İndi isə Vüqar bəylə davam etmək istərdik. Salamlar. Ümumiyyətlə QR ödənişlərin genişlənməsi və gələcəyini necə görürsünüz? Bu haqda məlumat verərdiniz. Salam. Hamıyı salamlayıram. Əvvəla dəvətiniz üçün təşkilatçılara təşəkkür etmək istəyirəm. Günay xanım sizə təşəkkür edirəm mən. Panelistləri də salamlayıram. Mən burada Morpara şirkətini təmsil edirəm. Mən əvvəla çox qısa olaraq şirkətimizlə bağlı bir məlumat vermək istəyirəm. Morpara 2022 ilində Türkiyə Cumhuriyyət Mərkəz Bankasından elektronik para və ödəmə xidmətləri lisenziyası alan və fərdi, eyni zamanda biznes müştərilərinə innovativ və rəqəmsal çözümlər, həllər sunan, təqdim edən bir fintech şirkətidir. Bizim ümumiyyətlə QR yolculuğumuz, səyahətimiz necə başladı? Ondan biraz danışmaq istəyirəm. Biz öz tətbiqimizdə, Morpara tətbiqində ilk olaraq 2023-cü ildə Türkiyədəki müştərilərin günlük həyatlarında QR ödənişləri istifadə edərək alış-veriş etmə imkanlarını genişlətmək üçün bu xidməti ilk öncə öz tətbiqimizdə xidmətə sunduq, müştərilərimizin xidmətinə sunduq. Daha sonra bir qlobal bazarda qlobal praktikanı öyrənmək üçün fərqli regionlarda bu işlərin necə daha bunun partnyorluq, yəni işbirliyi sınırlarının, sərhədləri necə genişləndirə bilərik? Bununla bağlı olaraq bir çalışma, bir süreç içərisinə girdik. Və biz gördük ki, ümumiyyətlə dünyada Çin və Hindistanı örnek vermək olar. Gündəlik transaksiyaların, alış-verişdəki transaksiyanın kartsız əməliyyatların %90% QR oxudaraq, yəni QR skan edərək həyata keçirilir. Çində və Hindistanda. Daha sonra biraz daha Asiya ölkələrinə, Uzaq Doğu Asiya ölkələrinə bir baxdığımız zaman burada artıq ölkələrin vahid QR sistemlərinin regional QR sistemlərinə inteqrə olduğunu gördük. İndoneziya, Malezya, Singapur kimi ölkələr. Bu ölkələr artıq özlərinin ölkədən xaricdə bir bankın öz tətbiqini, Malezya bankının öz tətbiqini Singapurda da QR oxudaraq istifadə etmə imkanlarına şahid olduq. Və gördük ki, bu artıq regional olaraq da inkişaf perspektivləri var. Və 2025-ci ilin əvvəlində biz demək bu fintech dövlət inteqrasiya modelini ölkə xaricindəki partnyorlarla necə işbirliyi halına gətirə bilərik? Bununla bağlı olaraq UniQR projemizi, proyektimizi inkişaf elətdirdik və öz API-mizi hazırladıq. Bu API BKM Banklar Arası Kart Mərkəzinin infrastrukturunu istifadə edərək Türkiyədə bütün post terminallarda generasiya edilmiş
Ekvaring bank tərəfindən generasiya edilmiş QR'larda ödəniş etmək imkanı verir. Yeni nəsil post terminalların hamısı ümumiyyətlə isə 95-96% post terminallar hal-hazırda bu QR generasiya edərək bu ödəmə imkanlarını müştərilərə təqdim edə bilir. Deməli, bizim bu API vasitəsilə hal-hazırda 10'a qədər bank sayı olaraq deyirəm, bank sayı, Orta Asiya bankları, Türk dilli dövlətlərdən olan banklar xüsusilə, eyni zamanda yaxın şərq ölkələrində olan banklar inteqrasiya imkanlarını öyrənirlər və yaxud da inteqrasiya prosesindələr. Bunlar o müştərilərin, o bankların müştərilərinə nə verəcək? Türkiyə səyahət etdikləri zaman əlavə bir tətbiq yükləmədən, Türk bankından hər hansı bir kart sahibi olmadan, hətta belə deyim, öz ölkəsində, ölkə xaricində istifadə etmək üçün kart sahibi belə olmaq zorunda, məcburiyyətində olmadan öz tətbiqlərini açırlar. Türkiyədə hər hansı bir nöqtədə post terminaldan QR ilə ödəniş etmək istəyirəm demələri belə kifayət edir ki, öz tətbiqləri vasitəsilə QR-ı oxutsunlar və alışverişlərini tamamlasınlar. Bu maraqlı bir ideyanı əslində fikir hal-hazırda bizdə Türkiyədə, mən bunu məncə tam olaraq deyə bilərəm ki, biz ilk kurumuq, ilk şirkətik ki, bunu ölkə xaricinə inteqrasiya modelini təklif edirik. Və mən bir rəqəmlərlə bağlı da məlumat vermək istəyirəm. Türkiyədə bu çox artan, yüksək sürətli bir trend var burada, bu QR ödənişlərində. 2020-ci ildə 1,5 milyon ədəd QR transaksiyası olub, amma 2025-ci ilin ilk 3 rübündə 600 milyon ədəddən çox QR transaksiyası baş veribdir. Bu, deməli, kartlı ödənişlərdən fərqli olaraq xarici müştərilərə hansı avantajları verir? Müştəri əməliyyatı yerinə yetirdiyi zaman birinci növbədə əməliyyat kursundan məlumatı olur. Yəni, müştəriyə deyir ki, əslində, sən 1000 TL'lik əməliyyat həyata keçirəcəksən, 1000 TL qarşılığında sənin hesabından bu qədər AZN və ya bu qədər dolar və ya bu qədər öz ölkəsindəki para birimində ödəniş etmiş olacaqsan. Müştərinin o anda belə bir şansı var ki, bu ödənişdən imtina eləsin. O anda qərar verməlidir, əgər kurs o müştəri üçün əlverişli deyilsə, o anda bu kartlı ödənişlərdən biraz fərqli olaraq müştəri daha şəffaf, müştəri o anda əməliyyatı özü rahat bir şəkildə əməliyyat qərarını verə bilir. Və inşallah biz 2026 ilin sonuna qədər 50 bank hədəfimiz var ki, Orta Asiya bölgəsi, Yaxın Şərq bölgəsi və Uzaq Doğu Asiya ölkələrindən, özəlliklə Türkiyəyə səyahətə gələn ilk 20 ölkələrdən 50 banka çataraq bunu hub olaraq qlobal bir brendə çevirmə gibi hədəfimiz var. Əgər ətraflı məlumatla almaq istəsəniz, bizim standımız var, dəvət edirik bugün və yaxud da sabah. İnşallah ki, Azərbaycan banklarından da bizim hal-hazırda təmaslarımız var və inanıram ki, ən qısa zamanda Azərbaycandan ilk bank bizim hub'ımızın bir üyesi olacaq, member olacaq, iştirakçısı olacaq. Təşəkkür edirəm, çox sağ olun. Çox sağ olun Vüqar bəy, maraqlı prezentasiya üçün. Ümid edirəm, yəni ki, auditoriyadan da kifayət qədər suallar olacaq. I would like to proceed with Mr. Andrew. If you would like, if you could kindly tell us about what is payment orchestration. Yes, and the floor is yours. Thank you. Hello. Yeah. Thank you very much. So, hello, everyone. My name is Andrew Rabchuk. I'm founder and CTO of Acurateco, and today I want to talk a bit about white label payment gateway and payment orchestration as the shortcut for banks and PSPs to launch new products. So, the payment landscape nowadays is quite complex and the markets are tough. So it needs from its players to constantly, integrate new products, do new integrations, click to pay, network tokens, Apple Pay, Google Pay, and many, many more, open banking. So it's really tough now. And the old approach, when, let's say, integration is done one by one and a new product is just coming only after the initial product of the previous product is implemented,
it's not efficient anymore. So, so what is payment orchestration? The payment orchestration is actually a technological layer which stands before the client needs and a variety of the payment products and options on the market. So it's actually helps you to shift from the integration in the older term to the orchestration. So with one integration to get access to those products which are desirable, which could bring you more volume, and at the same time will not be so much costly and time consuming. So the key capabilities of payment orchestration, nevertheless, that a lot of companies name themselves orchestrators, but the other do different things, are following. So the first of all, it's the smart routing and cascading. So actually to find the best path for your transaction. So to increase acceptance rate or to decrease cost, but nevertheless to find the best path on the fly. Implementing, as I said, most recent payment features and products like network optimization, click to pay, and some of them already mandated by schemes and must have to be. Unified settlements reporting and work with data, which are key of success for new products. And of course AI, which is not silver bullet, but also must have if you want to move forward. So what are main bottlenecks if you don't use payment orchestration? So it's actually quite big delays with integration of new products. So it's a vendor lock-in, so with a big dependency on companies you're working with, and which for some reason cannot offer you new services. It's really fragmented data and non-availability of that data, which will not give you, let's say, access to launching your few products. And also regulatory challenges. So what is payment orchestration overview in very few words? Besides of what I said, it's actually could be also KYC, KYB, anti-fraud providers, all types of checks, also connectivity with any third-party provider which can help your business to grow. A few use cases for using of payment orchestration. First of all, the bank acquirer, let's say, would like to implement mandated features by schemes. They don't have expertise or enough time or resources, so with the help of the orchestration, they can do it quite fast and test the product and see upon result, does they want to, let's say, to prolong the product or not. So it really works well, and comparing with developing in-house brings, quite a lot of result. The PSP needs to have infrastructure on local processing soil, which is regulatory actually, and quite often demand. And also acquiring bank, nevertheless of the main product acquiring, would like to have additional alternative payment methods to offer to their merchant, just to keep the merchants working with them. Nevertheless, it's not main product of theirs. Here you can see, the high-level numbers of upside which the payment orchestrator could bring to customers. So I will not just repeat numbers which are on the screen, but the significant is the time to market for new features. So it's really significant comparing to developing in-house. Also integration cost, it's, especially if you consider that you need to hire people and then to teach them and then also to develop the product, so on and so forth, so it's impressive. Strategic outlook for banks and PSPs for this year, for the next year. So at least consider payment orchestration, because otherwise you stuck with being in tempo with the market. And also to collaborate. So see with wide eyes on all abilities to collaborate with third parties, because it's key of success. So why you need to work with Accurateko? So because actually we are PCI DSS level 1 payment gateway with more than 600 payment integrations on board, with quite flexible setup, so we can do on-prem installation, we can do SaaS installation, whatever. We are fully AI powered, so we see high potential in AI. We also compliance ready. We help dozens of clients to
get they licensed, because, let's say, the technical part is also very important. And also we position ourselves as the payment team as a service. So we just not just provide a technical solution, but also provide expertise how to use that. So just a quick summary in regards of what I said earlier. So without orchestration, so you will have very long cycle of developing new products. You will have fragmented data, and you will have a lot of work to do manually. With orchestration, you will have single layer of all new products. It's not silver bullet, but still. You will have ability to work efficiently with your data, and you will have access to the most recent payment feature. Thank you very much. My name is Andy Repchuk, and if you have any questions afterwards, I will be happy to answer. Thank you. Thanks a lot. Rüstəm bəylə davam etmək istərdik. Salamlayıram sizi. Ümumiyyətlə sizin də Rüstəm bəylə davam etmək istərdik. Sizin də fikrinizi öyrənmək istəyərdik. Ümumiyyətlə Azərbaycan reallığı Beynəlxalq Bank prizmasından ani, inklüziv və bu rəqəmsal ödənişlərlə bağlı nə düşünürsünüz? Biz bununla bağlı bir daha hər kəs salamlayıram. ATM sayəsində istəyirik rəqəmsal həlləri necə tətbiq etmişik, bununla bağlı təqdimatda göstərməyə çalışmaq istəyirik. Bugün biz ABB-nin ATM infrastrukturunun necə həyata keçirilməsi, bu infrastrukturun necə rəqəmsala çevrilməsi ilə bağlı müəyyən bir tədbirlər hazırlayıb həyata keçirilmişik. Bununla bağlı istəyirik ilkin bir məlumat verək ki, ABB ATM-ləri hal-hazırda ölkənin bütün nöqtələrində mövcuddur və bunun 50-60% yeni nəsil ATM-ləri təşkil edir. ABB-nin ən güclü tərəflərindən biri də fərqli model, fərqli marka ATM növləri olsa da, biz eyni interfeys, bir vahid ATM proqram təminatı vasitəsilə NDC, DDC protokollarına nəzərə alaraq bir vahid bir interfeys yaratmışıq və ekranda göründüyü kimi də fərqli modellər və fərqli ATM parkına malikdir ABB və eyni interfeysdir. Bizim yeni transformasiya mərhələlərindən ən əsası ondan ibarətdir ki, biz məsələn, fərqli 32, 19, 15 ekran ATM-lər mövcuddur. Biz əsas üstünlük veririk 32 ekran ATM-lərə və bunları həm back tərəfdə, həm front tərəfdə 3 hissəyə bölmüşük. Yuxarı hissə daimi bankın aktiv məhsullarının reklamıdır. Növbəti aşağıda olan hissələr dinamik olaraq müştəriyə təklif olunan avans, kredit, digər məhsullardır ki, müştəri real time əməliyyat edən zaman müştərinin qarşısına çıxarırıq. Növbəti bölünən hissəmiz isə kartsız əməliyyatlardır. Bu hissə scroll olaraq sağ və sola hərəkət etmək mümkündür. Bankın ATM-lərində bütün kartsız əməliyyatları bu bölmədən etmək mümkündür. Növbəti aşağı olan hissə isə kartla olan əməliyyatlardır. Açıq şəkildə müştərinin qarşısında bütün kartla olan əməliyyatları biz müştəriyə təqdim edirik. Bizim bildiyiniz kimi bankomatda nağdlaşdırma metodu ənənəvi olaraq hər kəs bilir. ATM-də nağdlaşdırma mümkündür. Ancaq biz bunu əvvəlki ənənəvi qaydada 7, 8, hətta 9 pəncərədən ibarət idi. Bu da müştərini yormuş olurdu. Biz burada cash out hissəsini daha da alternativ vasitələrə keçirmişik. Burada pul nağdlaşdırılan zaman kart insert, kart NFC,
Visa token, Mastercard token və Cashboy kod vasitəsilə bankomatdan nağdlaşdırma əməliyyatları edə bilərsiniz. Növbəti cash-out xidmətinin optimizasiyası ilə bağlı məlumat vermək istəyirik. Müştəri ATM-ə fərqi yoxdur, kartı daxil etdi və yaxud da NFC-yə toxundurdu. İlk öncə müştərinin ad, soyadı, foto şəkili ATM ekranında əks olunub, PIN kodu daxil etdikdən sonra müştəri balansını görə bilir. Bu balansı görmə, show hide etmə imkanı var, yəni gizlətmə imkanı var. Bu bildiyiniz kimi digər banklarda biraz məhdud prosesdir. Arxada növbədə duran kimsə balansını görməmək üçün. Digər hissəmiz isə eyni ekranda müştəri yanlışlıqla əvvəllər manatı seçib dolları çıxartma imkanı yox idi. Eyni ekranda həm manat, həm dolları seçmə imkanı mövcuddur. Bəzən müştəri bankomatdan nağdlaşdırma edən zaman sürətli nağdlaşdırma istəyir və burada belə bir button yaratmışıq ki, hamısını çıxart. Yəni müştəri kartını daxil edib, pini yığdıqdan sonra hamısını çıxart düyməsini tıklamaqla balansında olan bütün əskirazları, yəni maksimum 2000 manata kimi dəfəlik nağdlaşdıra bilər. Real time olaraq bankomatda hansı əskirazlar mövcuddur, onları müştərinin qarşısında əks etdiririk və bəzən müştərinin ATM-in klaviaturası biraz məhdud olur rəqəmləri yığmaqda. Biz onu numpad hissəsini ATM ekranında əks etdirmişik ki, müştərilər üçün də daha rahat əməliyyat edə bilsin. Və belə bir problemimiz var idi, daha doğrusu müştərilər tərəfindən bəzən pulların unudulması, kartın unudulması deyə bir yanaşma var idi. Biz bunu həll etmək üçün kart və pulun eyni anda verilməsini təmin etmişik və bu da statistikaya baxdıqda həm pulun, həm kartın ATM-də qalması böyük həcmdə azalmışdır. Bizim bu cash-out prosesində etdiyimiz optimizasiyalardan əsas hissələrdən biri də decline, yəni error əməliyyatlarının sayının azaldılmasıdır. Məsəl üçün, müştərinin balansı 200 manatdırsa, 300 manat yığma imkanı yoxdur. Yığsa belə təsdiq və enter düyməsi deaktiv olur. Bu da beynəlxalq ödəniş sistemləri qarşısında, Visa, Master qarşısında müəyyən xərclərin azalmasına gətirib çıxarır. Bizim bu cash-out xidmətində real time bütün xətaları ekranda əks etdirmə kimi bir tool yaratmışıq. Hansı xidməti müştəri yanlış seçərsə, real time müştəri ATM ekranında da təyinatına uyğun onları görmə mümkündür. Bankomatda demək olar ki, bildiyiniz kimi bu kartlı əməliyyat edən zaman bayaq qeyd elədiyim kimi bankomatda kartların qalması müəyyən bir resurs xərclərinə səbəb olurdu, müştəri narahatlığına səbəb olurdu. Hal-hazırda biz yeni nəsil bankomatları quraşdırdıqdan sonra NFC ilə olan əməliyyatlar 9%-dən 74%-ə kimi artmışdı. Bu da həm bank, həm müştəri tərəfindən müsbət qarşılanır ki, hər hansı bir problem yaşanmır. Bankomatlarımızda hal-hazırda 5 növdə mədaxil etmə imkanı mövcuddur. Bunlardan birincisi, ənənəvi qaydada kartı ATM-ə daxil etməklə, kartı NFC-yə toxundurmaqla və bir məqamı diqqətinizə çatdırım ki, ölkədə və dünyada ilk 10-luqda olan ölkədə tək ABB-də mümkündür tokenlə kəşf etmə imkanı. Bu layihəni biz Visa və Mastercardla bərabər etmişik və hələ ki ikinci bir bankda yoxdur, sadəcə ancaq ABB-dədir. Nağd vəsaitlərin kəşf etmə metodlarından biri də müştərinin hər hansı bir kartı və yaxud da ki, smartfonu olmadıqda kart nömrəsini daxil etmək və bu ödəniş terminallarında olduğu kimi FIN, SIF məlumatlarını yığmaq, SIF və doğum tarixini qeyd eləməklə kartsız əməliyyatlardan da istifadə edə bilər.
Bir məlumatınıza diqqətə çatdıraq ki, yenə ölkədə ilk olaraq ABB ATM-lərində artıq 2 il müddətə yaxındır ki, ANPay vasitəsilə mədaxil etmək imkanı da mövcuddur. Bu imkan nə qazandırır müştərilər üçün? Tək ABB-nin müştəriləri yox, digər bankın müştəriləri də öz kart və cari hesablarına mədaxil etmə imkanına malikdir. Xidmətlər üzrə proseslərdir. Yəni ardıcıl aqreqatorlardan birini seçməklə mobil nömrə, e-mail adres və PIN kodu daxil etməklə mədaxil etmə imkanına sahibdir. Burada da NFC üzrə mədaxil imkanları 27%-dən 66%-ə kimi artmışdır. ATM-lərimizdə yeni xidmət olan avans xidməti mövcuddur. Müştəri əməliyyat edən zaman qarşısına avans xidmətinin həmən müştərilər üçün təklif olunduğu əks olunur, real time və müştəri razı olduğu halda aksept edib vəsaiti nağdlaşdıra bilər. Bizim yeni CRM inteqrasiya imkanlarımızdan biri də müştərilər əməliyyat edən zaman scoring olunmuş, real hesablanmış kredit təklifi olunur və müştəri razı olduğu halda kreditdən də aksept etməklə vəsaiti əldə etmə imkanına sahib olur. Bizim yeni layihələrimizdən ən pozitiv hissələrindən biri də budur. Biz köhnə nəsil ATM-i yeni nəsilə çevirmişik. Burada nədir? Solda görünən köhnə nəsil bankomatı. Biz bunu ənənəvi qaydada batından olan hissəni FTK düymələr ekranın qıraqlarında olan düyməni ləğv edərək sensorlu touchscreen çevirmişik. Əlavə NFC avadanlar quraşdırmışıq və softunu yeni müasir softla uyğunlaşdırmışıq və bu da bir növ PCI DSS qaydalarına uyğun olaraq XP-dən Windows 11-ə upgrade etmişik. Bu qədər. Diqqətiniz təşəkkür edirəm. Çox sağ olun Rüstəm bəy. Çox sağ olun. Thanks a lot, dear panelists, for your very interesting presentations. Təşəkkür edirəm təqdimatlarınız üçün. Auditoriyada suallar varsa buyurun. Mikrofon təşkil edə bilərsiniz, zəhmət olmasa auditoriya üçün. Xoş gördük. Təşəkkür edirəm təqdimatlar üçün. Adım Elnur Quliyev. Sualım Rüstəm Abbasovadır. Mən özüm də ABB istifadəçiyəm. Maraqlıdır. Siz iki sualım var. Birinci sualım siz bayaq qeyd etdiniz ki, Azərbaycanda ilk dəfə siz bu Visa tokenlə bağlı, amma o barədə məlumat vermədiniz. Ümumiyyətlə, nədir o xidmət? Yəni, orada mən başa düşmədim onu. Visa tokenlə nəsə eləmək, yəni mədaxildir, yəni məxaric, nədir bu? Onu izah eləmədiniz, bu bir. İkinci sualım da bu, nə vaxt ümumiyyətlə ABB Azərbaycanın ən böyük, özü göstərir ki, ən böyük bankomat şəbəkəsindən malik bankdır və bir çox hallarda həqiqətən biz itiririk, yadımızdan çıxır kartların özünü və kartdan istifadə tam olaraq biz nə vaxt kartsız əməliyyatlara gəlib məxd pulu kartsız çıxarda bilərik. Siz göstərdiniz, bəli, yeni bankomatlarınız var, amma bu hər yerdə deyil. Hələ də köhnə bankomatlar var, özü də bayaq qeyd etdiniz ki, 50%-ə qədərdir. Hələ də bütün bankomatlarınızda kart lazımdır. Fiziki kartın olması mütləqdir. Plan varmı? Ümumiyyətlə, nə vaxtda planlaşdırılır ki, ümumiyyətlə gəlib mən kart olmadan da əməliyyat edə bilim? Belə bir plan varmı? Bu bir, varmı, yoxdurmu? Bu bir. İkincisi, yəni, həm də yeni bankomatların özləri də hər yerdə yoxdur. Hələ də görürük, bax, regionlarda ümumiyyətlə çox hiss olunur. Yəni, bu yeni bankomatlar çansılar ki, biz kartsız da bunlara əməliyyatları apara bilərik. Məsələn, Türkiyə təcrübəsində demək olar ki, çox yerdə artıq plastik kartın özünə fiziki ehtiyac yoxdur. Amma bizdə hələ də mütləq kartın özü lazımdır. Nə var da altı bazara düşsə, kartda bloka düşsə, yəni mümkün deyil. Yəni, banka müraciət eləsiniz, kifayət qədər də ciddi prosedur qaydaları var ki, həm vaxt aparır, həm zaman aparır, həm işçilərin, həm də istifadəçilərin. Oldu, çox sağ olun. Təşəkkür edirəm sualınız üçün.
İlk öncə Visa Token və Mastercard Token Cash-in ilə bağlı girişin əvvəlində qeyd etmişdik, mədaxil hissəsinə ayrıca vurğuladı. Telefon vasitəsilə siz pulunuzu rahat şəkildə toplu olaraq 10 min, 20 min dəfəlik olaraq cash-in edə bilərsiniz. Telefon tokenlə. Apple Pay, Google Pay, onunla vasitəsilə, yəni nağdlaşdırmaq mümkün idi və bu bütün banklarda da mövcuddur. Ancaq xatırladım ki, 2020-ci ildə də NFC ilə nağdlaşdırmanı ABB ilk dəfə edib bank olaraq və tokenlə, yəni Apple Pay, Google Pay ilə mədaxil hissəsini Azərbaycanda ilk olaraq ABB və yeganədir. Və bu xidmətdən də rahat şəkildə istifadə edə bilərsiniz. Yəni Google Pay, Apple Pay ilə. İkinci sualınıza gəldikdə, bizim hardasa 10-13 ilə yaxındır ki, bankomatdan nağdlaşdırmanı kartsız etmə imkanımız var. Bu Cashpay koddur. Siz mobil nömrə ilə rahat özünüzə pul göndərib, 10 rəqəmli kodu alıb, bankomata yaxınlaşıb, fərq etməz, təzə köhnə. Yaxınlaşıb 10 rəqəmli kodu yığmaqla məbləği nağdlaşdıra bilərsiniz. Yəni, bu tam kartsız və telefonsuz bir xidmətdir. Xatırladım ki, 2 sual idi. Əlavə bir sualınız? Sadəcə o təhlükəsi məqsədi ilə mütləq ki, ABB appinə daxil olmalısınız və appində Cashpay kodu ATM-də nağdlaşdır bölməsini seçib, mobil nömrənizi yazıb, OTP kodu aldıqdan sonra və birinci hissə və ikinci hissəni aldıqdan sonra Kifayət qədər qəbul edin ki, kifayət qədər çətin prosesdir də bunun. Soruşun, bu zalda oturanlar neçə nəfər bundan istifadə edib bu formada? Amma diqqətə çatın. İnandığım şey bəlkə heç kim istifadə eləməyib belə bu formada. Çox çətin prosesdir o. Bir də bu siz dediniz, nə vaxtda yenilənəcək bu prosesin özü ki, məsələn, yeni bankomat nəsil prosesi nə vaxtda gələcək? Hələ Bakının mərkəzi bir çox filial şəbəkəsi olmayan qıraqlarda belə kifayət qədər köhnə belə bankomatlar qalmaqdadır. Yəni hal-hazırda bununla bağlı proses davam etdirilir. Ölkənin demək olar ki, 50%-dən çoxunda yeni nəsil ATM-lər quraşdırılıb. Bəli, haqlısınız. Hardasa 50% də qalıb ki, köhnə nəsildir. Biz bununla bağlı da həm upgrade, bayaq göstərdiyim təqdimatda köhnəni yeni nəsilə çevirmək, həm də yeni nəsillərin daha köhnə ATM-lərlə əvəzlənməsi ilə bağlı proses gedir. İnşallah bir yaxın önümüzdəki 1 il, maksimum 2 il müddətində yekunlaşacaq. Təşəkkür edirəm. Çox sağ olun. Vaxt baxımından düzü vaxtımız məhduddur. Bir sual da götürə bilərik, yəni ki, auditoriyadan. Xanımın sualı var idi yoxsa? Okey. Okey. Əlavə sual yoxdursa, tamamlaya bilərik paneli. Çox sağ olun, dəyərli vaxtınız üçün. Thank you. Təşəkkür edirik. Bir xatirə şəkli, bəli, buyurun.